vaz keçə bilmədiyim şampun. Bu şampunu paylaşandan alan insanlar o qədər çox bəyənirlər ki, ilk dəfəmə təsirini görürsünüz bundan. Deməli, şampunumuz baxın, bu şəkildə Braziliya şampunudur. İçərisindən saçınızı qidalandırıb, parlaqlaşdıran, tökülmənin qarşısını alan belə proteinlər çıxır. Gəlin elə videoda sizinlə birlikdə də bunu hazırlayaq. Bu şəkildə belə bir şprisi var və 3 dənə belə qab çıxır. Görürsünüz. Şampunun tərkibində argan yağı, badam yağı, keratin, protein var. Buna görə də saçlarınız daimə saçınıza düzlük verir. Saç diblərinizi sağlamlaşdırır. Saçınızı parlaqlaşdırıb yumşaldır. Ən gözəli saç qıranları təmizləyir. Birinci dəfə yumadan təsirini görürsünüz qızlar. Bu şəkildə açırsınız. Çox adam qoxusunu soruşurdu. Qoxusu baxın belə süt kimi görünürdü. Maloko kimi də, elə maloko kimi də qoxur. Bu şəkildə çıxardıram. Şpirisimi belə açıram. Və bu mayeni bunun içərisinə əlavə edirəm. Bu şəkildə. Nə varsa hamısı son damlasına qədər dökməliyəm. Mən həmişə sizə videolarda deyirdim ki, bəs saç şampunuzun, maskasının içinə protein qatıq. Artıq bu firma bunu fikirləşib və bunları sizə öncədən göndərir. İndi isə bunu açıb əlavə edəcəm. Bu biraz daha qatı məhsuldur. Ona görə qulaq çöpüylə ya başqa bir şeylə çıxardıb bu şəkildə içinə əlavə edirəm. Və bundan 3 dənədir. Görürsünüz, içində balaca yumru şarikləri. Bunlar proteinlərdir. Saçınız canlı, parlaq, yumuşaq, tökülməsi dayanmış olacaq və əlbəttə ki, bu problemlər gedəndən sonra saçınızın uzanmasına da kömək eləyəcək. Bu şəkildə əlavə edirəm hamısını. Qapağına yerləşdirirəm. Və şampunu yaxşıca qarışdırıram belə. Üz aşağı çalxalayıram, üz üstə çalxalayıram ki, o protein tamamilə qarışsın. 5 dəqiqə belə eləmək lazımdır və şampunumuz hazır olur. Qızlar sifariş etməyə tələsin. Uyğun qiymətli ən yaxşı şampundur. Plus keratin saçlı xanımlar istifadə edə bilər, çünki tərkibi sulfatsız və dozsuzdur.